Podrugamın sifarişi. Benim sifarişim. Siz hansısız? Sağ yoksa sol? Philadelphia sipariş ettim bu arada. Burada ilk defa yoxlayacağım. Baxaq bəyənəcəm mi? Görünüş olarak çok idealdır. Lisə dadına baxaq. Sos nə qədər sevdiyimi bilirsiniz. Bunu belə içsəm çox abartmış olaram. Bu arada keçən videoda dişləyərək yemişdim sushini. Ümumiyyətlə Yapon mətbəxində sushinin bütöv yeyilmə səbəbi odur ki, dadının dağılmaması. Sadəcə çox böyük olanda təbii ki, dişləyərək yemək lazımdır. İndi bütöv yeyəcəm, ondan incləyəcəksiniz. Çok beğendim bu arada. Oradan yediğim en dadlı Philadelphia olabilir. Uşaqlar, hal-hazırda sizə qeydiyyat davam edən qruplarım haqqında məlumat verim. Podrugam tək güdür mənə burada. Sonra davam edək sushimizi yeməyə. Hal-hazırda yay qruplarımıza qeydiyyat davam edir. Həm ənənəvi, həm də onlayn. Ənənəvi dərslər üçün ünvan Bakıxanovdur. Yay qruplarında dərslərimiz tam sıfırdan keçiriləcək. Əgər siz də tam sıfırdan başlayaraq imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə, yay qruplarımız üçün qeydiyyatdan keçə bilərsiniz. 5-ci sinifdən 11-ci sinifə qədər yay qruplarımız mövcuddur. Ətraflı məlumat üçün mesaj bölməsini alt şərt oxuduğunuz sinifi qeyd edin. Əlavə olaraq hal-hazırda bacımız Speaking qruplarına və İngilis dilən abituriyent yay qruplarına qeydiyyat davam edir. Bacımın hesabını da etiketləyəcəm. Ətraflı məlumat üçün mesaj bölməsinə yazın.